Son zamanlar mütaliəyə olan maraq azalıb. Bunu informasiya texnologiyalarına olan insanların marağı ilə izah edirlər. Görəsən əsas səbəb nədir? Bu da daha alınmasa. Axırıncı dəfə hansı kitab oxumusunuz? Axırıncı dəfə coğrafiya kitabı. Məktəb. Məktəb kitabı. Bəli. Bəs ümumiyyətlə bədii ədəbiyyatla maraqlanırsınız? Hə. Hansı kitab oxumusunuz axırıncı dəfə? Rus literaturu kitabı. Məsələn, adını saya bilərdiniz? Pushkin kitabları. Siz necə? Mən məktəb kitabları. Bədii ədəbiyyat necə? Bədii ədəbiyyat uşaqlıqda. Bəs bunu oxumamağın səbəbi nədir? Səbəbi mənim səbəbi yox. Ümumiyyətlə kitab oxuyursan? Bəli. Axırıncı dəfə hansı kitab oxumusan? Ədəbiyyat. Belə deyək ki, o dərsliklərə aiddir. Bəli. Belə deyək ki, ümumiyyətlə bədii ədəbiyyatdan. Belə yox, hələ oxumamışam. Niyə? Bəli, marağım yoxdur hələ şeylərə. Ümumiyyətlə kitab oxumamısınız da? Yox, oxumuşam amma belə də dərslikləri Niyə müəllim. görə maraqlı yoxdur? Marağım yoxdur hələ bədii şeylər, əsas dərsliklərə aid. Bəli. Axırıncı dəfə hansı kitab oxumusunuz? Rus sektorunda oxuyuram. Oxumuşam, çoxlu kitablar oxumuşam. Məsələn, Shakespeare, Hamlet. Ondan Axtardığınız məsələn hansısa bir əsəri tapmaqda çətinlik necə çəkirsiniz? xeyr, bizdə sentralni kitabxana var. Dünən götürmüşəm kitabı. Başlamışım oxumağa. Bu kitab necə adlanır? Açıcıca. Yəni oxuduğunuz kitabları, oxumaq istədiyiniz kitabları tapmaq üçün hansısa çətinliklər çəkirsiniz? Yox, yəni ki, bizdə Bakıda universitetdən verirlər. Bibliotekadan verirlər o kitabları lazım olan. Yəni ki, tapmaq olar.